Söhbətimiz nədir? Söhbətimiz odur ki, mənim 26 yaşım var və mən özüm asosialam, mənim dostum, tanışım, çevrəm yoxdur. Özüm anamla yaşayıram, yəni. Ana bala yaşayırıq biz, özüm atasız böyümüşəm. Hə, bax belə. Mənim heç çox sevgilim olmuyor, belə deyək. Mən çox maraqlıdır, yəni bugünə kimi artıq 26 yaşım var və hansı ki 26 yaşımda bakirəm hələ də. Çox maraqlıdır. Və belə deyək, bilmirəm, qabağıma mı çıxmayıb, yoxsa nə olub, bilmirəm. Yəni, çox uzun bir söhbətdir bu, sadəcə belə deyək. Nəsə belə gətirdim məndə. Özüm ateistəm artıq bir neçə ildir və mən bu bütçlərədir, dinlərədir, bunlara inanmıram. Tanrının varlığına inanmıram. Mən sadəcə elmi əsaslı olan şeylərə inanıram.